Deməli, sifət əşyanın əlamət və keyfiyyətini bildirən nitq hissəsidir. Əlamət dedikdə xarici görkəm nəzərdə tutulur, keyfiyyət dedikdə isə daxili görkəmlər nəzərdə tutulur. Deməli, sifətin quruluşca 3 növ var, belə deyək. Sadə sifətlər, düzəltmə sifətlər və mürəkkəb sifətlər. Sadə sifətlər yalnız bir kökdən ibarət olur. Yaşıl, gözəl, göyçək, qəşəng, bunlar sadə sifətlərdir. Düzəltmə sifətlər bir neçə leksik şəkilçidən düzəlir. Onları mən əzbər soruşacağam sizdən. Lı-li, lu-lu, sus-siz, sus-süz, sonra ağan, əyən, qan, kən və s. Bunlar əzbərsizlikdir. Mürəkkəb sifətlər isə 2 və ya daha artıq sözün birləşməsindən düzəlirlər. Məsələn, stol üstü, stol üstü oyunlar, hansı oyunlar, stol üstü, bu tipli sözlər mürəkkəb sifətlərə aiddir və s. İndi keçirəm sifətin dərəcələrinə. Diqqətli olun, bəzi vacib qeydlər deyəcəm. Onlar yadınızda saxlayın ki, testdə düşən qeydlərdir bunlar. Sifətin əsas digər nitq hissələrindən fərqləndirən cəhəti onun dərəcələrinin olmasıdır. Sifətin 3 dərəcəsi var. Dərəcələri: adi dərəcə, azaltma dərəcəsi və çoxaltma dərəcəsi. Deməli, adi dərəcənin özünə məxsus heç bir göstəricisi yoxdur. Demək olar ki, bütün sifətlər adi dərəcədədir. Hətta elə sifətlər var ki, yalnız adi dərəcədə işlənir. Başqa dərəcədə işlənə bilmirlər. Məsələn, deyə bilərəm evdəki sözü, indiki sözü, daxili sözü. Məsələn, bunları yalnız adi dərəcədə işlədə bilir. Adi dərəcədə olur da, digər dərəcələrdə işlənə bilmir. Azaltma dərəcəsindən çoxaltma dərəcəsini isə 2 üsulla düzəlir. Bir morfoloji üsulla, bir də sintaktik üsulla. Morfoloji üsul şəkilçilərdir. Bunu yadınızda saxlayın. Düşə bilər ki, məsələn, morfoloji üsulla düzəlmiş azaltma dərəcəli sifəti müəyyənləşdirin. Morfoloji üsul şəkilçilərdir. Sintaktik üsul isə, belə deyim, ən çox hissəciklər nəzərdə tutulur da, hissəciklərdir. Deməli, danışıram azaltma dərəcəsinin morfoloji üsulundan. Azaltma dərəcəsi adi dərəcədən fərqli olaraq normadan az olduğunu bildirir. Sifətin normadan az olduğunu bildirir. Azaltma dərəcəsi bayaq da dediyim kimi 2 üsulla düzəlir. Bir morfoloji üsulla, bir də sintaktik üsulla. Deməli, azaltma dərəcəsində morfoloji üsul aiddir. Imtıl, yəni şəkilçilər, ımtraq, sof, şın, yalnız, bunlar aiddir. Azaltma dərəcəsinə aiddir. Məsələn, qara şın, qırmızım, tıl. Bunlar morfoloji üsuldur. Keçirəm sintaktik üsula. Sintaktik üsulda isə açıq, ala, təhər, kəm. Bax, bunlar aiddir ki, sintaktik üsulun azaltmanın sintaktik üsulunu düzəlir. Amma hər gördüyünüz açıq dərəcəsi, bax qeyddir ha, bunu yadınızda saxlayın. Hər gördüyünüz açıq sözünü sifətin yanında görərsə dərəcə əlaməti götürməyəcəksiniz. Məsəl üçün, açıq fikirli adi dərəcədə deyil, azaltma dərəcəsindədir. Açıq qapı adi dərəcədə deyil, azaltma dərəcəsində hesab olunur. Başqa nə deyək? Məsələn, açıq, aydın azaltma dərəcəsində deyil, adi dərəcədə. Onları xüsusi qeydlər kimi göndərəcəm, bunları əzbərləyərsiniz. Çünki testdə düşür və çaşdıra bilər sizi. Açıq sözündən sonra yalnız və yalnız dərəcə əlaməti bildirən söz gələrsə, siz onda götürə bilərsiniz azaltma dərəcəsi. Məsələn, açıq qırmızı, götürə bilərsən azaltma dərəcəsini, açıq fikirlini götürə bilməzsən. Yəni, buna diqqət edin. Hər açıq sözünü gördürsə, götürməyin. Və yaxud da kəm hövsələ. Bu, sifətin dərəcəsi sayılmır. Bitişik yazılır, indi mən aşağısına yazdım. Və yaxud da kəm fürsət. Dərəcə sayılmır. Adi dərəcədə sayılacaq, azaltma dərəcəsində sayılmayacaq. Bunları istisna kimi göstərərəm. Açıq aydın, açıq əşkar, ala bula, ala göz, açıq qəlbli, bir təhər. Bax, bunları götürməyəcəksiniz. Dərəcə əlaməti kimi hesab olunmayacaq. Sonra, bu qeydlərdir. Xüsusi qeydlərdir ki, testdə düşür, yadınızda saxlayın. Sonra keçirəm çoxaltma dərəcəsinə. Çoxaltma dərəcəsi, o da yenə 2 üsuldan düzəlir, morfoloji və sintaktik. Morfoloji üsul C ilə,
bir də m, p, r, s samitlərinin artırılması ilə. Amma yenə hər gördüyün cacə çoxaltma dərəcəsi deyil. Məsələn, bəzən uşaqlar elə bilirlər ki, baladan balaca çoxaltma dərəcəsidir. Xeyr, balaca sözü adi dərəcədədir. Hər gördüyün cacə çoxaltma dərəcəsi olmaya bilər. Diqqətli ol. Məsələn, xırdaca sözün amma çoxaltma dərəcəsini götürə bilərəm. Xırdaca, cacə, çoxaltma dərəcəsinin göstəricisi hesab oluna bilər. Morfolojisində isə, daha doğrusu mıpırısında isə, məsələn, deyə bilərəm, dümdüz. Dümdüz. Sonra sapsarı, qıpqırmızı, yamyaşıl, dümdüz dedik, tərtəmiz, məsələn, bunlar aid ola bilər. Sintaktik üsulunda isə ən, lap, daha, çox, olduqca ədatları özdə. Sonra düm, tünd, zil, bax bunlar aid ola bilər. Zil qara, zil qırmızı. Amma yenə qeydlərim var. Tünd sözü ancaq və ancaq rəng bildirən sifətdən əvvəl gələrsə dərəcə əlaməti sayılır. Məsələn, tünd qırmızını sən dərəcə əlaməti götürə bilərsən. Tünd yaşılı götürə bilərsən, çoxaltma dərəcəsinin əlaməti. Amma tünd çayı dərəcə əlaməti götürə bilməyəcəksən. Çünki burada ismin sadəcə tündlüyünü bildirir, dərəcə əlaməti sayılmır. Və yaxud da çoxaltma dərəcəsində bir də, məsələn, tünd qırmızı dedik, tünd yaşıl dərəcə əlaməti götürə bilərsən, amma tünd xasiyyət dərəcə əlaməti sayılmayacaq. Sonra dümdüz və dümağ, qeyd 1. Dümdüz və dümağ sözlərini deməli, hər ikisi çoxaltma dərəcəsindədir. Amma bunların yaranma yollarına görə fərqlənirlər. Deməli, belə, yadınızda saxlayın, dümdüz, morfoloji üsulla düzəlib, dümdüz. Amma dümağ isə düm hissəci ilə düzəlib, yəni sintaktik üsulla. Hər ikisi çoxaltma dərəcəsində olsa da, hər ikisi çoxaltma dərəcəsində olsa da dümdüz mıpırısı ilə, yəni morfoloji üsulla düzəlib, dümağ isə sintaktik üsulla düzələn çoxaltma dərəcəli sifətdir. Sonra keçirəm. Büsbütün. Testdə düşsə, sifət götürmürsünüz ümumiyyətlə. Dərəcə əlaməti sayılmır, zərfdir. Qeyd 2. Büsbütün dərəcə əlaməti daşıyan sifət deyil. Nitq səs olaraq zərfdir. Qeyd 3. Bumbuz sözləri. Bumbuz sözü adi dərəcədə sifətdir. Çünki buradakı buz hissəsi isimdir. İsim də dərəcə əlamətinə görə dəyişə bilməz. Buradakı, yəni bumbuz elə bilərsiniz, mıpırısı ilə düzələn çoxaltma dərəcədir. Xeyr, adi dərəcədə olan sifət götürəcəksiniz. Sonra başqa nə deyim? Tünd xasiyyət sözü bir də adi dərəcədə sayılır. Bunu çoxaltma dərəcəsinə götürmürsünüz. Bir də ismin sifətləşməsi var. Bunu da izah edeyim, yekunlaşdırıram. Deməli, ismin sifətləşməsi nədir? İsim öz xüsusiyyətlərini qoyur bir kənara, götürür sifətin xüsusiyyətlərini. Yəni, sifətə, daha doğrusu, sifət özünə aid xüsusiyyətləri götürür, qoyur kənara, gedir götürür ismə aid xüsusiyyətləri. İsimləşir. Məsələn, deyirəm ki, yaralıları xəstəxanaya apardılar. Yaralı burada nitq səsi olaraq sifətdir. Amma ismə aid cəm və hal şəkilçisi qəbul edib. Bax, bir dənə bunu yadınızda saxlayın ki, bu yaralılar sözünü sizə testdə desək ki, hansı nitq səsdir, siz bunu sifət götürürsünüz. İsim götürsə səhv olacaq, isim deyil. İsmi xüsusiyyətini daşıyıb, müvəqqəti 1-2 saatlıq elə belə deyək də prokata götürüb, ismi xüsusiyyətlərini kiraya götürüb. Amma o yenə də sifətdir, Bax, bu tipli testlərdə sizdən soruşsa ki, hansı variantda sifət var və yaxud da altına xətt çəkilmiş söz nitq səsi baxımından nədir? Siz deyəcəksiniz sifətdir. İsmin xüsusiyyətini daşısa belə, o ismin tərəfinə keçmir, dostlar. İsmin tərəfinə keçmir. Sadəcə müvəqqəti ismin xüsusiyyətlərini götürür. Bir dəfəlik keçmək üçün gərək onun leksik şəkilçi qəbul eləməyə lazımdır. Məsələn, gözəllik sözünü, uşaqlar elə bilirlər ki, isimləşmiş sifətdir. Xeyr, burada gözəl sözün köküdür, leksik şəkilçidir. Əgər leksik şəkilçi qəbul eləyərsə, birbaşa ismin özü olacaq.
Gözəllikdir, pislikdir, yaxşılıqdır, düzlükdür, əyrilikdir. Bu tipli sözlər lek şəkilçisi qəbul eləyib deyə isim düzəldən şəkilçidir də. Leksə şəkilçidə nə